kişi və qadın münasibətlərinə. Bildiyiniz kimi, kainatda qanunlar var. Və bu kainatda bütün proseslər müəyyən qanunlara uyğun şəkildə hərəkət edir. Kainatın qanunlarına agah olan kəslər sərbəst yaşayırlar. Bu qanunlardan agah olmayanlar cürbəcür rəvayətlər, əfsanələr, sətirlər və digər fikirlər irəli sürürlər ki, nağıllar yaradılır. Və sonra o nağıllar dünyasında yaşayırlar. Bugün biz bu məsələyə aid bugünkü günə elmin yığdığı bütün nailiyyətləri haqqında sizlə söhbət edəcək, bir balaca məlumat verəcək. Ondan sonra suallarınızı qırarız. Əzəl billahdan bilirik ki, insan bir kişidən, bir qadından törür. Müşahidə elə, həm də ətraf mühiti görürük ki, elə bir vəziyyət, yəni cinslərə bölünmə, təbiətdə hər zaman olmuyor. Nə qədər ibtidai səviyyə eniriksə, görürük ki, orada bölünmələr artıq yoxdur. Yalnız ən ali bitkilərdə iki cinsə bölünmək var və ali heyvanlarda. İbtidai, deyək ki, qurtlarda, onlarda bölünməklə çoxalırlar, artırılır və digər üsullar. Bioloji bunun mahiyyəti nədir? Cinslərə bölünmək. Mahiyyət ondan ibarətdir ki, cinslərə bölünəndə xromosomlar, hansı ki, insanın və bütün canlıları orqanizmi müəyyənləşdirir, onların fəaliyyətini, strukturunu müəyyənləşdirir, onlar xromosomlar bölünürlər. Misal üçün, insanda normada 46 xromosom varsa, 23-ü kişidədir, 23-ü qadındır. Bunlar birləşəndə bir vahid orqanizm olaraq gəlir, deyək ki, insan üçün. Digər ali məxluqlar üçün də eyni. Oralar yalıq bölünür. Bu da nəyə imkan verir? Canlılar daima dəyişən mühitdə yaşayırlar. Və bu mühitdə müəyyən proseslər baş verir ki, orqanizmlərə təsir edir. O təsir müəyyən bir çərçivədədirsə, orqanizmlər onlara adaptasiya olur. Əgər o çərçivədən qırağa çıxırlarsa, orqanizmlər məhv olur. O dəyişikliklər qəflətən baş verirsə, yaxud da ki, güclü təsirə malik olsalar, orqanizmlər məhv olur. Amma yavaş-yavaş baş verirsə və uzun müddətə baş verirsə və diapazonu çox çəkmirsə, orqanizmlər ona